eyni şagird, onda şagirdlər əl qaldırmaq istəməyəcək. Çünki şagird var ki, o qədər gözəl qavrama qabiliyyət var. Müəllim sualı bitirən kimi şagird əlini qaldırır. Hə, dur de. Hər dəfə eyni vəziyyət digər şagirdlərdə də ruh düşkünlüyü yaranacaq. Çünki sualı veririk, onu düşünməyə ehtiyac var. Çünki hər sual şagirdə eyni dərəcədə çatmayacaq. Belə. Sonra Əfşan müəllim, siz gəlin. Bəli, müəllim. Real həyat hadisələri üzərindən aparılan insident. Yaxşı, hansı iş üsuludur? 4 hissədən ibarətdir. Şagird özünün zəif tərəflərini, güclü tərəflərini, imkanlarını müəyyənləşdirir. Ay, bir dəqiqə müəllim. Fryer modeli idi o? Yox. Zəif tərəfi var, güclü tərəfi var, imkanları var və riskləri var. SWOT. Ay, sağ ol. SWOT analizi. Doğru. Sonra hansı iş üsuludur ki, o iş üsulu induksiya inkişaf edir? Bunu unuttum müəllimə. Kim bilir induksiya olan iş üsulu? Anlayışın çıxarılması olar. Aferin. Bəs deduksiya hansıdır Əfşan müəllimə? Kim bilir desin. Əl qaldırın. Deduksiya. Demişəm. Bu da yəqin Stinkley olur. Yox, Əli müəllim. Nettikada yox. Klaster. Anlayışın çıxarılmasıyla klaster eyni dairədir. Anlayışın çıxarılmasında nümunə var kənarda. Mən dedim axı deduksiyada, induksiyada nümunələrə baxır şagird. Ortanı tapır. Klasterdə şaxələnmə. Ortanı qoymuşuq, mövzunu vermişik, qaydanı vermişik. Mövzuya uyğun nümunələr gətirəcək. Qaydaya uyğun nümunə deyəcək. Bu olacaq deduksiya. Yaxşı. Birgə öyrənmə yoldaş qiymətləndirməsi Əfşan müəllimə. Karusel. Düzdür, karusel. Doğrudur. Fidan müəllimə, siz gəlin. Diaqnostik qiymətləndirmənin üsulları. Diaqnostik qiymətləndirmə var BİBÖ-də, müəllimə, bir də klasterdə. Diaqnostik qiymətləndirmə. BİBÖ-də, klasterdə. Əməkdaşlıq və kommunikasiyaya əsaslanan iş üsullarından hansının adını çəkə bilərsiniz? Orada əməkdaşlıq var. Əməkdaşlıq deyim də sizə. Deməli, əməkdaşlıq. Yox, karuseldə də var idi də müəllim əməkdaşlıq, birgə öyrənmə. Bəli, karuseldə var. Karuseldə var. Sonra karuseldə. Zigzaqda var. Dəyirmi masada var. Aksiyonda var. Qartopasında var. Düşün cütləş payla. Hansındakı o bütün siniflə aparılır, qrupla aparılır. O iş üsullarda. Kommunikasiya nədir Fidan müəllimə? Kommunikasiya müəllimə birgədir də hamısı. Yox, birgə deyil. Birgə deyil. Kommunikasiya nə deməkdir? Kim bilir? Ünsiyyət. Kontakt. Ünsiyyət. Əməkdaşlıq və kommunikasiya. Əməkdaşlığa bax, bu sözləri qoy mən sizə deyim, qeydiyyatını aparın. Sizi çaşdırmaq üçün götürər əməkdaşlıq verməz, verər kooperasiya bacarığı. Ünsiyyət verməz, götürər kommunikasiya bacarığı verər. Fikirləşərsən kommunikasiya nədir? Kooperasiya nədir? Kooperasiya, əməkdaşlıq, kommunikasiya, ünsiyyət. Fidan müəllimə, bu iş üsulunda verilən suala, verilən sualdan cavab çıxır. Yenidən sual ünvanlanır. Verilən, deməli, sual verilir, aksiyon. Əli müəllim? Yoxsa? Sokrat diyalogu. Sokrat diyalogu. Hə, sualı deyirsiniz. Verilən sualdan cavab çıxır. Cavab. Yenidən verilən cavabdan yeni sual yaranır. Verilən cavabdan yeni sual yaranır. Doğrudur. Sonra hansı iş üsuludur?
bir neçə ideyalar bir araya gətirilir, bölüşdürülür. Heç kimin fikrinə müdaxilə etmir. Burada beyin əmləsi. Beynəlməsi. Bəs hansı iş usuludur? Burada da müxtəlif ideyalar deyilir. Məsələn, qrup şəklində hər qrup verdiyi ideyanı hündürdən səsləndirir, qeydiyyatını aparır, digər kağızı ötürür qrup yoldaşına. Qeydiyyat aparırsa, burada mənim deməli insidentdir də qeydiyyat. İnsertdir yoxsa? Qrup şəklində otururlar. Mən hündürdən ideyamı deyirəm. Karusel müəllimim. Əlim. Mən qeyd etmək varsa burada insertdir də. Yoxsa? Mən qeyd etmə dedim. Əlim desin. Ya karusel değil bu. Necə də karusel? Dəyirmi masa. Təzə iş usulu. Dəri. Karuselde sərtli elan etmə yoxdur deyəsən. Ay sağ. Bir-birinə ötürmə var da dəyirmi masada. Karuseldə qruplar arasında kağız dövr eləyir. Qruplar arasında. Bu qrup yazır, ötürür o qrupa. Amma burada qrup üzvləri arasındadır. Qrup üzvləri. Mən hündürdən səsləndirdiyim ideyamı ötürdüm. Deyirəm, bax görürsüz dəyirmi, əlimlə göstərdim. Dəyirmi masa. Yeni iş usuludur bunlar. Canlıda da o gün sizə izah elədim bunu, mənim əzizlərim. Sual cavab eləyəcəm hər dəfə belə sizi. Sonra Aytaç sən gəl. Aytacı sual cavab elədim. Xəyalə sən gəl. Bu iş usulu, buradasınız müəllimə? Bəli. Hə. Bu iş usulunda böyük qrup, kiçik qrup, daxili qrup, xarici qrup var. Akvaryum. Akvaryum. Bu hansı iş usuludur? Bu iş usulunda deməli yazıçılar, şairlər tanınır. Bu mən kiməm? Ay sağ olun. Refleksiya strategiyaları hansıdır? Hansılarını tanıyırsınız refleksiya üsulları? Refleksiya üsulları neydi? Əllər. Getdim əllə. Qoy görüm kim? Sevinç. 3, 2, 1 bir də çıxış bileti falan da ola bilər, hə? Çıxış bileti də ola bilər. Başqa kim deyə bilər? Fidan desin əlavəsi. Mənim 3, 2, 1. Başqa əlavə. Yeniliklərdən. Görüm kim bilir yeniliklərdən. Şəxsi jurnallar, cümlə kökləri, 3, 2, 1, çıxış bileti, bibö. Bunlar hamısı sinkveyin, bir də anlayışın çıxarılması. Bunlar yenidir, əlavə olunub. Yaxşı. Deyə görüm, Xəyalə müəllimə, belə bir anlayışları müqayisə etmək üçün verilir. Anlayışları müqayisə etmək, anlayışın çıxarılması. Müqayisə, oxşar və fərqli cəhətlər. Hə, o Venn diaqramı. Ay sağ ol, Venn diaqramı. Əlim, siz gəlin. Hamının sualına cavab vermişsiniz. İndi görüm öz suallarınıza necə cavab verirsiniz. Deməli, bu iş usulu işarələrlə həyata keçirilir. Qeyd etmə sistemidir. Insert. Bu iş usulunda şagirdlərin sinifdə hərəkət edə bilmə imkanı yaranır. İlk üzvləri. Məlumatlar arasında əlaqə qurma tələb olunur. Assosiasiya var. Məlumatlar arasında əlaqə. Bu yəqin ki, anlayışın çıxarılması olar. Sinkveyin. Anlayışın çıxarılması. Anlayışın çıxarılması. Sinkveyində də assosiasiya var, amma bunun kimi deyil. Orada fikrin qısa lakonik ifadəsi var. Yaxşı. Qruplar bir-birinin işini nəzərdən keçirə bilmə imkanı verir. Bu karuseldir. Aferin. Bir dənə sual gəlir. Müəllim deyir, sağlamlığınızı necə qoruyaq? Sualı verir. Uşaqların fikrini öyrənmək istəyir. Uşaqlara deyir ki, uşaqlar heç kimin fikrini mühakimə etməsin. Hansı iş usulu? Beyin əmləsi.
Doğrudur. Birini də verim. Şagirdlər problemi irəli sürən və problemi həll yollarını təklif edən olaraq iki qrupa ayrılır. Qərarlar alır. Mm-mm. Bir tane de deyin, ben necə? Bax, şagirdlər problemi irəli sürən və problemin həll yollarını təklif edən iki qrupa ayrılır. Tamam, bilmedim. Axır ki, bilmədiyiniz bir sual tuta bildim. Deyim müəllimə? Hə, Defida. Hə? Sinektika. Sinektika, hə. Əlim deyəcək, bunlar məni təhliyib buradan.